Eləyəcək fikrimizi mən istədim Mirqasım müəllim də eşidək. Sizin münasibətiniz necədir? Bax, bu cür performansa bir qədər şou əlavə eləyib daha maraqlı çatdırmağa. Necədir? Ümumiyyətlə, doğrudurmu bu, yoxsa doğru deyilmi? Necə düşünürsünüz? Şəfə xanım, bilirsiniz, Mübariz müəllimi mən çoxdan tanıyıram. Bəli. Gözəl sənətkardır. Sözün həqiqi mənasında gözəl sənətkardır. Onun barmaqlarını gördünüz. Bəli. O, Ağa Cəbral müəllim deyirdi, falan kəsin səsi avtomat Kalaşnikovdur. Elə bil avtomat Kalaşnikovdur. O dərəcədə güclü barmaqları var, onun biləngi var. Mən özümün bir şeirim var, çoxdur şeir. Bir bəndini demək istəyirəm ki, Mübariz müəllimə aid deyil. Deməli, mat qalmışam bu dünyanın oyununa, atı qova-qova həkdən salıblar. Abbası qərbi tanımayanlar, sinəmdə sazımı kökdən salıblar. Mən təxminən bir 5-6 ay bundan əvvəl Təbrizə dəvət eləmişlər məni. Deməli, bir kişi 5 gün oğluna toy elədi. Həm aparıcıydım, həm də deməli saz ifası. Təbrizdə 5 gün toy elədi. Bəli, bir kişi 5 gün toy elədi. Orada küçədə şadlıq evlər yoxdur, evin içərisindədir toy, hər şey. 5 gün evin içərisində. Çox maraqlı adətlər. Və axırıncı günü 200 kilometr dağın başında toy elədi. Onun öz kişinin yaylağı vardı. Biz getdik ora, gördük ki, hər şey hazırdır. Və mən orada cənubda saza olan məhəbbət bəlkə də bizdə o qədər yoxdur. Mən sazı ifa elə özüm bir şeirimi dedim ki, dur gətir babamın atın qılıncın, Təbrizin həsrəti gözümdə qalıb. Düşmən tonqalında yanan bacımın namusun ləkəsi üzümdə qalıb. Dur gətir atamın, babamın atın qılıncın, şərəfsiz ömrə mən dözəmirəm. Namusum, qeyrətim düşmən əlində, başımda papağı gəzdirəmirəm. Dur gətir babamın atın qılıncın, həyat məhəngində sınayar məni. Qoruya bilmədi yana torpağı, babam eşitməsin, qınayar məni. Dur gətir babamın atın qılıncın, tellər qırılan saz imiş Allah, vətənin borcunu qaytarmaq üçün bir ömür yaşamaq az imiş Allah. Dur gətir babamın atın qılıncın, atı bağlayacam nar ağacına, düşmənin damarda qanın içməsə, apar Mirqasımı dar ağacına. Təşəkkür ederim. Mən bu şeiri deyəndə orada təsəvvür edin ki, onlar sazın pərdələrini necə, barmağını necə öpürlər. Mən necə, biri dedi ki, Mirqasım, gəl sənin gözlərindən öpəcəm. O qədər çox sevirlər, o qədər çox sevirlər. Təbii ki, bu sənətin gözəlliklərindən danışmaqla bitmək olmaz. Cənublu bizim həmvətənlərimiz, soydaşlarımız da saza, aşıq sənətinə çox bağlıdırlar. Amma mən istərdim ki, Aşıq Haşım da bu haqda fikir bildirsin.